Komandamızı ayın 1-i Kopenhagla ağır oyuncu ötüyor. Ayın 1-i. Artıq biletlərin çıxmasıyla satılmağı bir oldu. 27.500 bilet satılıb. Və plus uşaqlar. Bugün komandamız Qəbələ ilə də oynuyor. İnşallah ki komandamız bugün bizi sevindirəcək. Həm də yəqin ki çox güman ki sastav qurulacaq. Yəni ayın 1-in kimlər əsas heyətdə olacaq. 27.500. Çox güman ki oyun gününə kimi biletlərin hamısı satılacaq Allahın köməkliyi ilə. Yankoviç olmamağı komanda üçün problem deyil. Yankoviçin olmamağı əvəzi ya Kadi də oynaya bilər, Adayı da o mövqeyə də oynaya bilər. Yəni o mövqedə oynayası oyuncularımız var. Pedro Bicallo da oyunda mövqedə oynaya bilər. Uğurlar Qarabağ. İnşallah ki qələbə videosunu